Sosial elmlərdə ciddi bir transformasiya prosesi gedir. Sosial elmlərin inkişaf tendensiyalarından biri də cəmiyyətdə emosional kütləvi diskursun yüksəliş tendensiyası ilə bağlıdır. Cəmiyyətlərin faktlara münasibətdəki selektiv davranışı sosial elmlərin inkişaf dinamikasına da təsir göstərir. İnsanlar, toplumlar daha selektiv seçimlə qarşılaşırlar. Hətta onların işinə yarayan dırnaq arasında informasiyaları daha tez qəbul edirlər, nəinki tədqiqata əsaslanan dataları. Qərb cəmiyyətlərində dar ixtisaslaşmaya keçid dönəmi var idi. Ancaq son 30 ildə, son 50 ildə sanki bir multidisiplinarlığa geri dönüş var. Postsovet coğrafiyasında, xüsusilə də Azərbaycanda sosial elmlərin inkişafında tormozlayıcı faktorlardan biri də bu elmi tədqiqatların ticariləşdirilməsindən bağlı idi. Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin həftə sonuna olan növbəti şənbə buraxılışını izləyirsiniz. Bugün biz sosial elmlər ətrafında müzakirə aparacağıq. Əslində ayrı-ayrı fəlsəfi mövzulara müxtəlif qonaqlarımızla tez-tez burada toxunuruq. Təbii ki, təkcə fəlsəfə deyil, sosiologiya ilə bağlı müzakirələrimiz olub davam edəcək. İqtisadiyyatla bağlı müxtəlif məsələlərə toxunmuşuq. Bugün də ümumi sosial elmlər haqqında növbəti bir söhbəti sizə təqdim etmək istəyirəm və arxa planda mənim qonağım daha əvvəl də bir neçə dəfə bizim verilişlərimizdə, müzakirələrimizdə qonaq olan tanınmış iqtisadçı, tədqiqatçı Seymur Əliyevdir. Seymur bəy, xoş gəlmisiniz. Xoş gördük, Tural bəy. Seymur bəy, istərdim ilk öncə sosial elmlərin inkişaf tendensiyaları haqqında bir müzakirə aparaq. Təbii ki, bununla bağlı verilən cavablar da subyektiv mülahizələrə əsaslana bilər, amma siz həm də bir beyin mərkəzinin təmsilçisisiniz və bu baxımdan istəyirəm ki, bu prosesi dəyərləndirəsiniz. Təşəkkür edirəm, Tural bəy. Hesab edirəm ki, çox vacib bir məsələyə toxunursunuz. Çünki sosial elmlərdə ciddi bir transformasiya prosesi gedir. Və bu transformasiya prosesi heç şübhəsiz özü ilə birlikdə müxtəlif yeni tendensiyalar da gətirir. Bu tendensiyalara biz iki aspektdən baxa bilərik. Biz Azərbaycandan, yəni postsovet coğrafiyasından məsələləri təhlil edə bilərik. Digər tərəfdən isə dünyada baş verən proseslər, yəni proqressiv cəmiyyətlərdən baş verən proseslərə baxa bilərik. Mən hesab edirəm ki, həm dünyada, həm də Azərbaycanda sosial elmlərdə müşahidə olunan ən önəmli tendensiya sosial elmlərin tarixinə baxsaq, tarixində ilk dəfə olaraq məlumat bolluğunda belə deyək, müşahidə olunur. Bu elmlərin inkişafı, yeni istiqamətlərin yaradılması və bir çox tədqiqatçılar var ki, siz də qeyd etdiniz, burada çox fərqli subyektiv fikirlər var. Bir çox tədqiqatçılar hesab edir ki, bu məlumat bolluğu, yəni data bolluğu əslində keyfiyyətli təhlildən daha çoxdur, daha üstündür. Bunu şərtləndirən çoxlu faktorlar var. Yəni məlumatların, big dataların, insanlara aid olan dataların, müxtəlif platformalarda toplanan dataların bilavasitə sosial elmlərdə tətbiqi sürətlənib. Bundan başqa biz baxırıq ki, sosial elmlərin inkişaf tendensiyalarından biri də cəmiyyətdə emosional kütləvi diskursun yüksəliş tendensiyası ilə bağlıdır. Və bu da sosial elmlərin yeni istiqamətlərinin formalaşmasına gətirib çıxarır. Bu istiqamətlərin bir hissəsi qlobalda zaten var idi. Onlar inkişaf etməyə doğru gedir. Digər tərəfdən isə bizim kimi ölkələrdə isə bu yeni istiqamətlər kimi dəyərləndirilməkdədir. Və çox maraqlı istiqamətlərdən biri hesab edirəm ki, mənim də müşahidələrim onu deməyə əsas verir ki, bizim kimi cəmiyyətlərdə faktlara münasibətdə selektiv davranışlar var. Yəni, xüsusi bir davranış sərgilənir. Bu davranışlar fonunda, bu dünyada da var əslində ağırlıqlı olaraq. Son postpandemiya dövründə dünyada da özünü qabarıq şəkildə göstərir. Cəmiyyətlərin faktlara münasibətdəki selektiv davranışı sosial elmlərin inkişaf dinamikasına da təsir göstərir. Yəni, o elmlərin belə deyək, implementasiyası istiqamətində ciddi şəkildə təsir göstərir və bu da heç şübhəsiz populizm, dezinformasiya, o sosial şəbəkələrin yaratdığı aplikasiya effektindən qaynaqlanır deyə düşünürəm və elm özü də multidisiplinarlığa doğru geri qayıdır. Yəni, biz sosial elmləri bir branş kimi götürsək, burada artıq belə deyək, yenidən
multidisiplinarlığa bir geri dönüş müşahidə edirik. Gərək ki, ümumi dəyərləndirsək, sosial elmlər, yəni retrospektiv baxanda adətən statik cəmiyyətlər üçün nəzərdə tutulurdusa, məsələn, istər sosiologiyada, istər fəlsəfədə, istər iqtisadiyyatda bu statik cəmiyyətlər, datalar toplanırdı, o davranışlar təhlil olunurdusa, indiki dəyişikliklər, yəni insanların davranışlarındakı dəyişikliklər, insanların belə deyək, datalarından, daha çox dataların formalaşması heç şübhəsiz dinamik cəmiyyətlərlə üz-üzə qalmasına şərtləndirir. Baxın, ümumilikdə tendensiya bundan ibarətdir. Digər tərəfdən də qloballaşma prosesi, internet əsrinin yaratdığı effektlər də tədqiqatların daha sürətli ötürülməsinə gətirib çıxarır ki, bu da çox önəmli tendensiyalardan biridir deyə düşünürəm. Seymur müəllim, yanlış anlamıramsa siz data bolluğu fonunda həm də keyfiyyətli təhlil çatışmazlığı məsələsinə fokus etdiniz. Onda belə bir sual da ortaya çıxır ki, siz yaxşı nümunələr kimi dünyada hansı tədqiqatçı və yaxud da məktəbləri qeyd edə bilərsiniz ki, onlar bax sizin qeyd etdiyiniz bu paradoksların öhdəsindən gəlirlər və yaxud da digər akademik transformasiyalara daha yaxşı uyum sağlaya bilirlər? Tural bəy, təbii ki, mən belə deyək, iqtisadçı olduğum üçün iqtisad elmi, sosial elmlərin bir qolu olan iqtisad elmi kontekstində buna cavab vermək istəyərəm. Çünki elə bunun ən yaxşı nümunəsi də məhz iqtisadda özünü büruzə verir. Biz baxsaq, konvensional olaraq sosial elmlər, yəni ənənəvi sosial elmlər uzunmüddətli trendlərə fokuslanırdısa, bugün modernizasiya olunmuş, belə deyək, tədqiqatlara baxışları özündə əks etdirir. Yəni mən qeyd edim ki, sizə davranışların kəskin dəyişməsi, yəni rasional insan modelindən çıxıb da irrasionallıq üzərindən bu tədqiqatların aparılması, digər tərəfdən sosial mediadakı rəylərin çox saatlar, hətta dəqiqələr içərisində gündəmi dəyişməsi, iqtisadi və sosial gözləntilərdəki o yüksək volatillik, yəni yüksək dəyişiklik, heç şübhəsiz siyasi davranışlardakı da o qeyri-xətti xarakterlər, belə deyək, sosial elmlərdə yeni yanaşmanı tələb edir. Yəni sizin də dediyiniz kimi bir data bolluğu var. Bunun fonunda tədqiqatların keyfiyyət məsələsi və yetərsizliyi məsələsi var. Çünki bu datalar müxtəlif kombinasiyalarda tədqiq oluna bilər. Mən iqtisad elmində daha diqqətimi cəlb edən mütəxəssislərdən biri Harvard Universitetinin iqtisad professoru, Hindistan əsilli Raj Chetty haqqında danışmaq istəyirəm. Artıq o ənənəvi iqtisaddan yeni iqtisadi təhlil alətlərinə keçidi özündə əks etdirən bir konsept formalaşdırıb. Bunu da təkcə elmi tədqiqatlarda deyil, eyni zamanda akademik tədris prosesinə də daxil edib. Chetty'nin əsas yanaşması nədir? Administrativ məlumat bazalarına çıxış əldə etməklə, yəni o big datalara çıxış əldə etməklə, bunlar məsəl üçün nə edir? Amerika Birləşmiş Ştatlarının vergi bəyannamələri data bazasına çıxış əldə edir, sosial-iqtisadi statuslarla bağlı data bazalara çıxış əldə edir, məşğulluq reyestrlərinə çıxış əldə edir və bu çıxışların nəticəsində buradan əldə olunan dataları ənənəvi datalarla, yəni rəsmi datalar, sorğu əsaslı datalarla da inteqrə edərək nəticələri, tədqiqatların nəticələrini lokallaşdıra bilir. Bu çox vacib bir məsələdir. Məsəl üçün, bu iqtisadiyyatda çox vacib məsələdir, sosiologiyada çox vacib bir məsələdir. Yəni biz bir tədqiqat aparırıq, o tədqiqatın lokallaşmasını gətirib çıxarır. Məsəl üçün, şərti olaraq deyirəm də, bugün Azərbaycanda da müzakirə olunan vergi məcəlləsində müəyyən dəyişikliklər edilir. Bu dəyişikliklər Azərbaycanın ayrı-ayrı bölgələrində necə təsir göstərməsini müəyyənləşdirmək mümkündür. Yəni iqtisadi rayonlar üzrə, inzibati rayonlar üzrə, hətta məsəl üçün müxtəlif yaş qruplarına görə bunlar hamısı big datanın yaratdığı effektdir. Ona görə paradoks bundan ibarətdir ki, o data bolluğu əslində tədqiqatların keyfiyyətinə də təsir göstərir. Ənənəvi klassik qaydada yazılan tədqiqatlar, aparılan araşdırmalar bilavasitə siyasətlərdə tətbiq olunmur, implementasiyalarda tətbiq edilməmək kimi məsələlər yaradır. Ümumiyyətlə, big data sosial elmləri o pasiv müşahidəsindən çıxarıb, proqnozlaşdıra bilən səbəbiyyət təhlillərini və eyni zamanda
prediktiv yanaşmaları yönləndirən bir istiqamətdir. Var idi bunlar. Yəni bunlar var idi. Amma bunlar gözləntilər üzərindən dəyərləndirilirdi. İndi isə bu daha da sürətlənir deyə düşünürəm. Baxın, bu müəllif mənim çox diqqətimi cəlb edir. Eyni zamanda o belə deyək, praktiki beyin mərkəzlərində də OECD-nin tədqiqatlarını götürək, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Chatham House-un, Randın və digərlərinin də tədqiqatlarında artıq bu modelə keçid təmin edilib deyə düşünürəm. Seymur bəy, o zaman sizin dedikləriniz sosial elmlərdə onsuz da mövcud olan o multidisiplinarlığın daha da dərinləşməsi ilə hər halda əlaqələndirilə bilər və o zaman belə bir sual vermək istəyirəm ki, sosial elmlərdə yeni multidisiplinarlığın əsas katalizatorları onda nələrdir? Bu da çox gözəl bir sualdır Tural bəy. Əgər biz sosial elmlərdəki tendensiyalardan danışırıqsa, qeyd etdik ki, onun ən önəmlisindən biri multidisiplinarlığa geri dönüşdür. Bilirsiniz ki, qərb cəmiyyətlərində dar ixtisaslaşmaya keçid dönəmi var idi. Ancaq son 30 ildə, hətta mən bunu biraz da irəli aparsam, son 50 ildə sanki bir multidisiplinarlığa geri dönüş var. Bu sosial elmlərdə çox vacib bir komponentdir. Siz deyə bilərsiniz ki, sosial elmlər təbiəti gərəyi ilə bir çox elmlərin sintezində idi. Amma bu artıq biraz da texnikləşməyə doğru gedir. Bunun da kökündə bayaq da söylədiyim kimi datalar dayanır. Bu multidisiplinarlığın, modern multidisiplinarlığa keçidin əsas katalizatorları kimi biz davranış iqtisadiyyatını qeyd edə bilərik. Məsələn, bu günlərin davranış iqtisadiyyatı bir tədqiqat istiqaməti olaraq sosial elmlərin ən belə deyək, populyar bir qoluna çevrilib. Nədir bunun özəlliyi? Əgər biz klassik iqtisad məktəblərinə baxsaq, bu klassik iqtisad məktəblərinin əsas çıxış nöqtəsi, yəni tədqiqatlarında əsas çıxış nöqtəsi insanı rasional varlıq kimi götürürdü və verilmiş qərarların, davranışların rasionalita doğrultusunda həyata keçirirdisə, davranış iqtisadiyyatında bu konsept dəyişdi və davranış iqtisadiyyatı prizmasından baxanda tədqiqatlar budur ki, insan irrasional varlıqdır və bütün qərar vermə sürəci irrasionalita fonunda gedir. Bu çərçivədə bir davranış iqtisadiyyatı modelini götürə bilərik. Bu çox önəmli bir katalizatordur. Sosial psixologiya zaten var idi, indi bu da daha da genişlənməyə başlayıb. Daha sonra data elminin özü. Bu yeni bir katalizatordur. Yeni dediyim Tural bəy, postsovet coğrafiyası üçün yenidir. Təbii. Amma dünyada da bu belə deyək, yeni trendləri də var və bilirsiniz ki, bu texnoloji proqres çox belə deyək, həndəsi silsilə ilə artaraq inkişaf edir. Bu da tədqiqat alətlərinin özünü də dəyişir. Yəni proqram təminatlarını dəyişir, baxış bucaqlarını dəyişir, yeni analiz metodlarını falanları gətirir. Ona görə data elminin özünü deyə bilərik. İctimai rəy analitikası. Yəni bu da çox geniş şəkildə yayılmış bir alətdir. Postsovet coğrafiyasında da yeni institutlaşmağa başlayır. Digər tərəfdən eksperimental iqtisadiyyatı bir katalizator kimi götürə bilərik. Eksperimental iqtisadiyyat da davranış iqtisadiyyatından fərqli olaraq insan davranışlarını müxtəlif eksperimentlər çərçivəsində dəyərləndirməyə gətirib çıxarır ki, mən də sosial elmlərin iqtisad qolunda bu artıq öz ağırlığını göstərməkdədir və son da bir məsələni də vurğulamaq istəyirəm ki, siyasət kommunikasiyası analizləri də, siyasət kommunikasiyası branşı istiqamətində də çox ciddi bir katalizatordur ki, sosial elmlərdə bu multidisiplinarlığı özündə əks etdirir. Seymur bəy, istərdim ki, müzakirəmizin bu məqamında siz çıxışınızda postsovet coğrafiyası haqqında danışdınız. Postsovet məkanında, yəni konkret olaraq Azərbaycanda sosial elmlərin çağdaş mənzərəsi sizin gözünüzdə necə görünür? Əlbəttə ki, bu da çox vacib bir məqamdır. Biz sosial elmlərdən qloballa bizim coğrafiyanı mütləq şəkildə fərqləndirməliyik. Bunu şərtləndirən ən vacib məqam ondan ibarətdir ki, siz də bilirsiniz ki, sosial elmlər kompleks olaraq Sovetlər Birliyi dönəmində yəni müstəqil bir tədqiqat istiqamətləri deyil idi. Bunlar ideoloji ağırlıqlı idi, siyasiləşdirilmiş ideoloji bir qəlbə salınmışdı və biz baxsaq o dönəmdə texniki elmlər çox sürətli inkişaf etdiyi halda sosial elmlər dünyadan bir xeyli geridə qalırdı. Mən əsas etibarilə yenə də iqtisadiyyat, hüquq, sosiologiya bunları nəzərdə tuturam və
biz baxsaq bugünkü perspektivdən müstəqillik əldə etdikdən sonra bu elm istiqamətlərində bir çox belə deyək boşluqlar yarandı. Bu boşluqlardan biri metodoloji modernizasiyaya ehtiyac idi. Yəni sosial elmlərə siz baxsanız 90-cı illərdən 2000, hətta mən deyərdim 2010-cu illərə, 2020-ci illərə qədər də uzada bilərik. Siz bu Azərbaycanda aparılan tədqiqatlara baxsanız, ağırlıqlı olaraq metodoloji aparatları, metodoloji yanaşmaların mən demirəm ki, tamlığında qüsurludur, amma müəyyən dərəcədə qüsurluluğunu görə bilərik. Bu çox vacib bir məqamdır birinci növbədə. İkinci növbədə bu sosial elmlərin son nəticələri siyasət sənədlərində, siyasətə tətbiq edilmə istiqamətində görüləcək işlərdir. Burada da institutlaşmadan söhbət gedir. Azərbaycanda sosial elmlərə biz baxsaq, oradakı tendensiyalara baxsaq, biz görürük ki, metodoloji transformasiya artıq başlayıb. Gənc nəsil artıq daha belə deyək, praqmatik metodoloji alətlərdən istifadə etməyə başlayırlar. Bunu çox uzağa getmək lazım deyil. Bugünə qədər Azərbaycanda müdafiə olunmuş dissertasiya işlərinə sosial elmlərdə baxsanız yetərlidir. Yəni 90-cı illərdən 2025-ci ilə qədərki dissertasiyalara baxsanız görəcəksiniz ki, hər keçən dövrdə bu tədqiqat aparatları, metodologiyalarda ciddi bir transformasiya var, datadan istifadə var, müxtəlif modelləşdirmədən, ekonometrik modelləşdirmədən və s. istifadə olmağa başlayır. Hətta alternativ datalar əsasında da bunlar edilməyə başlanılır. Digər tərəfdən institutlaşma baxımından da müəyyən son 5 ildə, hətta mən deyərdim ki, 2019-cu ildən etibarən dövlət başçısının dövlətə yaxın olan və eyni zamanda dövlətin himayəsində formalaşdırdığı beyin mərkəzlərindən bunun institutlaşma ayağı da tənzimlənməyə doğru gedir. Yəni burada da artıq oturuşmuş beyin mərkəzləri formalaşır ki, bunlar ağırlıqlı olaraq sosial elmlərə fokuslanırlar. Və nəhayət bir məsələni də qeyd etmək istəyirəm ki, Tural bəy, postsovet coğrafiyasında, xüsusilə də Azərbaycanda sosial elmlərin inkişafında tormozlayıcı faktorlardan biri də bu elmi tədqiqatların ticariləşdirilməsindən bağlı idi. Yəni bu elmi tədqiqatların ticariləşdirilməsindəki əngəllər o həm gənc nəslinin daha belə deyək, potensiallı insanların elmə meylliliyini azaltmışdı. Həm də aparılan tədqiqatlar bir növ belə deyək, vitrin təyinatlı idi. Yəni bunlar tətbiq edilmirdi. Ona görə də həm dövlət, akademik çevrə və sənaye, biznesin həlqəsində, yəni bu üçlük, bu triada kontekstində buna baxmaq lazım idi. Mən düşünürəm ki, müəyyən problemlər bugün də var, bunu qeyd etmək lazımdır. Amma bütün hallarda bir proqres də var. Bu proqres həm də xaricdə təhsil üzrə dövlət proqramları belə deyək, katalizatorlardan biridir. Çünki həm doktorantura səviyyəsində bilirsiniz, xaricdə təhsil üzrə dövlət proqramları var ki, bunlar artıq o biz qlobala çıxmaqla bu tədqiqatları da modernizasiya edə bilirik və bu sosial elmlərdə özünü daha ağırlıqlı olaraq göstərir. Dəqiq elmlərdə isə Azərbaycanın çox ciddi bir ənənəsi var və bu ənənə də özünü uğurlu şəkildə davam etdirir. Və Seymur bəy, sosial elmlərin, xüsusilə iqtisad elminin əsas missiyaları sizcə nələr olmalıdır? Əslində bəlkə də burada biraz subyektiv mülahizə də səslənə bilər. Bəli. Buyurun. Əsas iqtisad elmi kontekstindən baxırsınızsa, mən hesab edirəm ki, metodoloji transformasiya zərurliyinə çox ciddi şəkildə ehtiyac var. Missiyalardan biri bu olmalıdır. Çünki cəmiyyəti daha yaxşı və daha dolğun anlamaq üçün tədqiqat metodologiyalarında ciddi dəyişikliklərə getmək lazımdır. Bunu da şərtləndirən faktor Tural bəy datalardır. Yəni datalara çıxışdır. Bugün biz insan davranışlarının bilirsiniz ki, sosial elmlərdə xüsusilə də ümumilikdə götürsək, insan davranışlarının əhəmiyyətli bir hissəsi, bəzi tədqiqatlara görə 70-80% qədəri iqtisadi motivlidir. Və bu iqtisadi motivli davranışlar artıq fərziyyələr əsasında yox, real panel datalar əsasında tədqiq edilə bilir. Məsəl üçün, sizin bank tranzaksiyalarınız sizin istehlakçı kimi davranışlarınızla bağlı bir fikir formalaşdırır. Bu da profilləşdirmə, cəmiyyəti daha yaxşı anlama və anlamadan əlavə də iqtisadiyyat sahəsində dövlətin həyata keçirdiyi müxtəlif siyasət tədbirləri üçün də daha effektiv bir istinad nöqtəsinə gətirib çıxarır. Yəni bu tədqiqatların nəticələri dövlət siyasətində ciddi şəkildə istifadə edilə bilər. İkinci önəmli missiya sürətli dəyişiklikləri ölçə bilən və eyni zamanda idarə edə bilən analitik çərçivələrin qurulmasına çox vacib ehtiyac var. Bu da emosional
kütlə diskursunun yüksəlişi fonunda baş verir. Bilirsiniz ki, insanlar, toplumlar daha selektiv seçimlə qarşılaşırlar. Hətta onların işinə yarayan dırnaq arasında informasiyaları daha tez qəbul edirlər, nəinki tədqiqata əsaslanan dataları. Bu da bütövlükdə belə deyək, sistemə təsir göstərir. Bu çox ciddi bir missiyadır ki, sürətli dəyişiklikləri ölçə bilən və idarə edə bilən analitik çərçivələr qurulmalıdır. Və nəhayət üçüncü, indi siz 3 dediniz, əslində bunu da artıra da bilərik, amma üçüncü ümumiləşdirsəm, siyasət quruculuğuna töhfə verməkdir. Bunlar diqqət etsəniz bir-birinlə çox bağlıdır. Analitik çərçivənin formalaşdırılması, metodoloji transformasiya və siyasət quruculuğuna töhfə vermək. Bu da emosionallıqdan daha çox sübut əsaslı yanaşmaya keçidi təmin edə bilər. O zaman bu tədqiqatlar istər magistr səviyyəsində, istər doktorantura səviyyəsində, istər beyin mərkəzləri səviyyəsində aparılan sosial tədqiqatların, sosial-iqtisadi istiqamətdə ən azından olan tədqiqatların tətbiqliyini də gücləndirə bilər deyə düşünürəm. Bax, bu 3 missiya ilkin etapda çox vacibdir deyə düşünürəm. Sən bəy, istəyirəm sonda bir sual da verim. Çünki artıq mən bunu bütün efirlərdə fərqli peşə sahiblərinə ünvanlamışam. Çox qısa bir cavab rica edəcəm, verilişimizin vaxtıdır. Süni intellekt. Yəni bu süni intellekt və media əlaqələri, süni intellekt və digər elmlər haqqında burada tez-tez qonaqlarımız danışıblar. Sonda yekunda qısa fikirləriniz, süni intellekt və iqtisadiyyat münasibətləri necə olacaq? Süni intellekt günümüzün qaçınılmaz bir reallığıdır və mən hesab edirəm ki, biz süni intellekti təhdid kimi yox, onunla hansı formada işləməmizi və istər dövlət kontekstindən, istər toplumsal, istər fərdi kontekstdən buna faydalanmağın tərəfindən baxmalıyıq məsələyə. Ona görə bilirsiniz ki, süni intellektlə bağlı 2 yanaşma var. Onu tam ignor edənlər və onu gələcəyin əsas aləti kimi görənlər. Mən hesab edirəm ki, burada daha praqmatik çərçivə qoyulmalıdır. Sosial elmlərdə süni intellekt bəzən belə deyirlər ki, artıq məsələn ChatGPT bir məqaləni yaza bilirsə, sosial elmlərə nə gərək var? Müxtəlif istiqamətlərdə və yaxud da ki, müxtəlif dataları analiz edə bilirsə, artıq bu istiqamətdəki tədqiqatçılara nə gərək var? Mən düşünmürəm ki, yaxın gələcəkdə bu belə deyək, bu sahəni tam aşağı salacaq. Çünki sonuçda süni intellekt verilənləri analiz edəcəkdir. Amma onun interpretasiyası üçün bir emosional intellektə də ehtiyac var. Günün sonunda sosial elmlər insan davranışlarını öyrənir və baxımdan da hesab edirəm ki, hibrid yanaşmaya daha ciddi ağırlıq verməliyik. Yəni biz tədqiqatçılar da süni intellektin belə deyək, faktiki tədqiqatlara inteqrasiyasında maraqlı olmalıyıq. Təşəkkür edirəm Selim. Mən sizə təşəkkür edirəm. Xatırladım ki, bu gün arxa planda mənim qonağım iqtisadçı, tədqiqatçı Seymur Əliyev idi. Biz sosial elmlər və konkret olaraq iqtisadiyyat haqqında müzakirələr apardıq. Sağ olun, salamat qalın.